Güllə keçirməyən materiallar hazırlamaq üçün əsasən plastik maddələrdən istifadə olunur. Bu onunla bağlıdır ki, bu materiallar daha ucuz başa gəlir və yüngül çəkiyə malikdir. Belə ki, metaldan hazırlanmış materiallar daha ağır olduğundan onların tətbiqi çətindir. İlk dəfə 1965-ci ildə Amerikada istehsal olunmuş Kevlar lifi DuPont şirkəti tərəfindən satışa buraxılmışdır. Digər güllə keçirməyən materiallara misal olaraq 1979-cu ildə DSM şirkəti tərəfindən Hollandiyada istifadəyə buraxılmış Dynama lifləri də buna misal ola bilər. Dynama lifləri əsasən polietilen materialdan hazırlanır. Digər güllə keçirməyən materiallara misal olaraq 1960-cı ildə yenə də DuPont şirkəti tərəfindən istehsal olunan aramid lifləri də misal göstərilə bilər. Digər güllə keçirməyən materiallara misal olaraq polikarbonat adlanan materiallardan da istifadə olunur. Metallardan əsasən güllə keçirməyən material hazırlamaq üçün titan metalından, alüminiumdan, həmçinin wolfram metallarından, eləcə də ticari sir olaraq saxlanılan digər ərintilərdən istifadə olunur. Maraqlı məlumatların davamı üçün kanala abunə olub videoları bəyənməyi unutmayın.